Xeyirli olsun müəllimlər. Sizlər üçün növbəti mövzu izahı inteqrasiyadır. İnteqrasiyanı bildiyiniz kimi artıq yeni 2026-cı il Time vəsaitinə mövzu kimi əlavə ediblər, ayrıca bir mövzu olaraq. Deməli, inteqrasiya nədir? İnteqrasiya sözünün lüğəvi mənası Latın dilində integor bütöv, deməli, tam, bütöv, bütövləşmə deməkdir. Sözlərindən irəli gəlir ümumiyyətlə. Qısaca desək, inteqrasiya ayrı-ayrı dərslərin hissələrinin və ya digər dərslərin bir-biri ilə və yaxud da ki, həyatla əlaqələndirilməsidir. Və qeyd edim ki, inteqrasiyanın səviyyələri, ümumiyyətlə inteqrasiyanın hansı səviyyələri var? Fəndaxili inteqrasiya var, fənlər arası, fənüstü. 3 yerə ayrılır və fəndaxili inteqrasiya da 2 yerə ayrılır. Fəndaxili üfüqi inteqrasiya və fəndaxili şaquli inteqrasiya. Fəndaxili şaquli inteqrasiya bildiyiniz kimi bir sinifdən, məsələn, bugün mən 4-cü sinifdə vurmaya aid ifadələri keçən zaman bu zaman mən vurma cədvəlini soruşuramsa şagirdlərdən. Deməli, vurma cədvəlini mən neçənci sinifdə keçmişəm? 2-ci sinifdə. Demək ki, bu olur fəndaxili şaquli inteqrasiya. Yəni, siniflər arası aşağı sinifə istinad etdim. Siniflər arası şaquli olacaq. Fəndaxili şaquli. Amma digər eyni məzmun xətti daxilində olursa, bir fənnin daxilindəki mövzuların əlaqələndirilməsidir. Məsələn, bugün keçmişəm ismi keçmişəm və ona aid tapşırıq verirəmsə, bu elə fəndaxili üfüqi inteqrasiya olur və yaxud da ki, dünən keçmişəm ismin adlı kalın, bugün yiyəlik halın keçən zaman adlı kalından sual verirəmsə, yenə də bu fəndaxili üfüqi inteqrasiya olmuş olacaq. Yəni, eyni məzmun xətti daxilində. Bir fənnin daxilində olur həmçinin də eyni məzmun xətti daxilində. Digəri isə fənlər arası inteqrasiya. Fənlər arası inteqrasiya 2 və ya daha çox fənnin əlaqələndirilməsidir. Burada deməli, məsələn, biologiya ilə digər bir kimyanı əlaqələndirə bilərik, yaxud tarixlə ədəbiyyatı və yaxud kimya ilə fizika, riyaziyyatı bir çox fənni də əlaqələndirmək mümkündür. Axır ki, burada 2 və daha çox fənn olmalıdır. Deməli, məsələn, mən tarixdə Şah İsmayıl Xətainin tarixdəki rolundan danışıram. Tarixi şəxsiyyət kimi necə şəxsiyyət olub, hansı tarixdə rolu var, ondan danışdığım zaman mən şagirdlərə əlavə olaraq onun həyat və yaradıcılığından danışıramsa, bəli, bu zaman deməli mən tarix fənni ilə ədəbiyyat fənnini əlaqələndirdim. Bu isə olur fənlər arası inteqrasiya. Digəri isə fənüstü inteqrasiya. Fənüstü inteqrasiya isə əlbəttə ki, dərsdə keçdiyimizi həyatla əlaqələndiririk. Bildiyiniz kimi, artıq 2026-cı ildə əgər ki, müəllim şagirdə hər hansı bir tapşırığı verir, amma o dərs prosesindən kənara çıxmayıb, vizual olaraq sadəcə onu deyir ki, təsəvvürünüzdə canlandırın ki, hər hansısa bir, məsələn, işıq foru keçən zaman necə keçəcəksiniz, yəni belə bir suallar verirsə, artıq bu dərsdən kənara çıxmayıb, vizual olaraq onu dərs prosesində beynində canlandırıb edirsə, bu əlbəttə ki, fənüstü hesab olunmur. Bildiyiniz kimi, bu fənüstü nə zaman olacaq? Fənüstü artıq dərs prosesindən kənara çıxmaq əlbəttə ki, bildiyiniz kimi, inteqrasiyanın ən yüksək səviyyəsi hesab olunur. Fənüstü inteqrasiya, yəni burada fənüstü inteqrasiyada artıq dərs prosesindən kənara çıxıb, onu həyatda tətbiqi nəzərdə tutulur. Bu əlbəttə ki, fənüstü inteqrasiya olur. Ümumiyyətlə, inteqrasiya sadəcə əlaqə yaratmaq deyil, şagirdin təfəkkürünü inkişaf etdirmək üçündür. Dünyanın bütöv mənzərəsi şagird dərk edir ki, elm parçalanmış deyil, hər şey bir-biri ilə bağlıdır və təfəkkürün inkişafında isə əlbəttə ki, təfəkkürün inkişafında məntiqi və tənqidi təfəkkürü, yəni düşünməni stimullaşdırır inteqrasiya, yadımızda qalsın. Praktik tətbiqi, əlbəttə ki, burada öyrənilən nəzəri biliklərin
harada lazım olduğunu göstərir. Artıq şagird də öyrənməyə maraqlı olur ki, bəli, bu mənə lazım olacaq. Məsələn, digər fəndə və yaxud həyatda bu mənə lazımdır. Bu baxımdan da öyrənməyə də maraqlı olacaq. İnteqrasiyanın planlaşdırılması üçün hansı, yəni burada düstur kimi qeyd etmişəm. Dərs planı hazırlayarkən bu 3 sualı özünüzə verin. Əlbəttə ki, müəllim, mən nəyi, hansı standartı reallaşdırıram, nə ilə? Yəni burada bu mövzunu digər hansı fən və ya köhnə biliklə bağlaya bilərəm? Daha sonra harada bu bilik real həyatda şagirdə hansı situasiyada lazım olacaq? Bu da həyatla əlaqələndirmədir əlbəttə ki. Bu fənlər arası, fəndaxili və fənnüstü inteqrasiyanı nəzərdə tutur. Biz dərsdə keçən zaman bunları əlaqələndirməliyik mütləq şəkildə və 2026-cı il üzrə artıq STEAM bildiyiniz kimi biz dərslərimizdə də keçmişdik. Müasir təlim texnikasıdır. Burada deməli yeni yanaşmalarda inteqrasiya daha çox STEAM planlama texnikasıdır. STEAM əlbəttə ki, STEAM layihələri üzərindən aparılır. Burada artıq fənlər arası sənədlər silinir və problem yönümlü öyrənmə ön plana çıxır. Yadda saxlamaq lazımdır ki, inteqrasiya dərsi yükləmək üçün deyil, onu asanlaşdırmaq və maraqlı etmək üçün bir alətdir. Süni şəkildə yaradılan əlaqə inteqrasiya deyil, əlbəttə ki, bu vaxt itkisidir. Biz elə etməliyik ki, bu şagird təfəkkürünü inkişaf etdirsin, şagird anlasın ki, bəli, bu mənə lazımdır, həyatda tətbiqi və yaxud digər fənlərdə tətbiqi mənə lazımdır, bir-biri ilə ayrılmazdır bunlar öyrəndiklərim və bu zaman onlar da dərsə cəlb olunmuş olacaqlar. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.